Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala eşrefil enbiya'l murselin. Nebiyyina Muhammed ve ala alihi ve sahbihi ecmaîn. Amma ba'd. Deməli biz bugün Allah izniyle asanlaştırmış fiqh kitabından Fiqhul Müyesser muamele kitabını okuyacağız. Ve onun birinci babı Babul Avvel fil buyu. Yani ticaret və yaxud da algı-satqı fəsli. Deməli, müəlliflər buyururlar, rahimehullah, və yeştəmil alə thələsətə və işin bəb. Deməli, burada 23 dənə bab var. Birinci bab, birinci fəsil ticarət. Yəni, daha doğrusu algı-satqı, buyu. Sonra deyirlər ki, rahimehullah, və fi məsail, bir neçə məsələlərə burada toxunacaq. Birincisi, el-məsələtul ula ta'riful bey və hukmuhu. Yəni, algı-satqının tərifi və onun hökmü. Yəni, algı-satqı nədir və onun hökmü şəriətdə. Deməli, el-bey'u fil-lüğa axzu şeyin və i'ta'u şey. Lüğəvi mənası, yəni, bey sözünün lüğəvi mənası bir şey götürmək və bir şey vermək. Və fiş-şər'i, amma şərri mənası mübadələtu malin bimalin vələv fi zimmə əv mənfəətin mübahatin alə təbid qeyrə ribə və qardin. Deməli, şərri mənası nə deməkdir? Mübadələtu malin bimal. Yəni, mal mala dəyişilir. Mal mala dəyişilir. Çünki mal, qardaşlar, şəriətdə mal, yəni, deyirlər alimlər, mələhu qiymə. Hər şeyin qiyməti olan şey, ona mal deyilir. Yəni, bu qələmi, məsələn, mən verirəm, onun əvəzində telefon götürürəm. Budur maldır, odur maldır. Bu algı-satqıdır əslində. Aydındır? Yəni, hər bir şeyin qiyməti varsa, şəriətdə onu mal deyilir. Tamam? Mübadələtu məlin biməl. Deməli, mal mala dəyişir. Vələv fi zimmə. Vələv fi zimmə nədir? Yəni, ola bilsin mal, bir mal bir tərəfdən yoxdur. Fi zimmə. Yəni, biz danışırıq. Mən sən pulu bugün verirəm, sən mənə məsələn, tutaq ki, bu telefonu verirsən 10 gündən sonra. Yəni, belə deyək, nisiyə. Nisiyə də olsa, bu algı-satqı sayılır. Əv mənfəətin mübahatin alə təbid. Deməli, ya da ki, mənfə. Ola bilsin, həm mal olsun və yaxud da mənfəət olsun. Mənfəəti satırsan. Aydındır? Mənfəət məsələn necə? Alimlər buyurur. Tutaq ki, sənin bağın var. Mən səndən alıram haqq bu bağdan keçmək. Hansı bir yol. Oradan keçirəm, gedirəm o bir tərəfə. Aydındır, mənfəət alıram səndən. Mübaha. Yəni, bu mal və yaxud mənfəət halal olmalıdır. Haram olsa, bu algı-satqı şəriət baxımından səhih sayılır. Deməli, mübaha, halal olmalıdır. İkinci, alə təbid. Alə təbid, yəni həmşərik. Yaxşı, həmşərik deyəndə nə çıxır? Sizcə nə çıxır? İcarə. Çünki icarədə həmşərik deyil. İcarədə sən alırsan. Sən alırsan, məsələn, bu evi, burada qalmanın haqqı, mənfəətini. Lakin leysə alə təbid. Həmşərik deyil. Müvəqqətidir. Aydındır? Yəni, bütün bu ehtirazlardır. Bütün bu sözlərin mənaları var. Ki, başqa müamilələri, başqa ticari əlaqələri çıxarsın burada. Qeyrə ribə. Bu riba olmamalıdır. Nəyə görə bunu qeyd edirlər? Çünki ribada da belə baxanda bütün bu şərtlər var. Mən sənə verirəm, tutaq ki, 100 manatı, sən mənə verirsən, məsələn, 120 manat. Aydındır. Burada sən deyə bilərsən ki, mən axı alıram, mən verirəm mal, o da mənə mal qaytarır. Nəyə görə olmaz? Çünki bu ribadır. Ona görə tərifdə deyilir ki, qeyrə riba. Dayib və qardin və həmçinin borc da deyil. Borc sayılmır. Çünki borc algı-satqı sayılmır. Dayib. Sonra deyil müəlliflər, rahimehumullah, hukmuhu. Yəni, onun hökmü nədir? Tərifini bildik. Hər şeyin
qardaşlar, fayda üçün alimlər buyurur ki, hər şeyin bu dünyada hökmü var. Hər şey. Yəni hər şey ya halaldır, ya haramdır, ya müstəhəbdir, ya vacibdir, ya mubahdır, ya məkruhdur, ya haramdır. Ya da ki, haramdır. Aydındır. Hər şeyin hökmü var. Hər şey. Allah Subhanahu taala ya bəzi şeylərin birbaşa qeyd edib, baş salıb tutaq ki, içki haramdır deyib Quran-ı Kərimdə. Bəzi şeyləri isə biz qiyasla başa düşürük. Məsələn, deyək ki, uydurucu şeylər, narkotiklər və s. Biz bilirik ki, o haramdır, onun hökmü var. Aydındır. Nəyə görə? Çünki o içkiyə oxşayır, içki kimidir, sərxoş edicidir. Sonra deyirik ki, hökmü demir, hər şey hökmü var. Yaxşı, bu alğı satqının hökmü nədir şəriətdə? Əl-bey'u caiz. Hökmü odur ki, caizdir. Yəni mubahdır. Yaxşı, dəlil nədir? Liqavlihi Teala və əhallallahu l-bey'a. Dəlil odur ki, Allah Subhanahu taala Bəqərə surəsində 275-ci ayədə buyurur ki, və əhallallahu l-bey'. Yəni Allah Subhanahu taala sizə alğı satqını nə etdi? Halal etdi. Halal etdi. Və limə rava İbn Umar radiyallahu anhuma أن رسول الله صلى الله عليه وسلم قال إذا تبايع الرجلان فكل واحد منهما بالخيار ما لم يتفرقا وكان جميعا. Həmçinin İbn Umar radiyallahu anhu və Allah ondan və onun atasından Ömərdən razı olsun, hədisdə nəql edir İbn Umar bu hədisi Peyğəmbər sallallahu əleyhi və səlləmdən. Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur: "İzə təbaya raculan fekullu vahid minhum bil xiyar." Yəni iki kişi bir-birindən alış-veriş edəndə, əgər bir şey bir-birinə satırlar, alırlar, deyir ki, فَكُلُّ وَاهِ مِنُمْ بِخِيَارٍ. Yəni, alğı-satqı eləyənəcən, qutaranacan hər tərəfin ixtiyarı var alğı-satqını dayandırmaq. Aydındır. Buna deyilir xiyar, yəni ixtiyar. Dayıb. مَا لَمْ يَتَفَرَّقَ. Haçanacan bu ixtiyar var. Yəni, ta onlar məclis dayandı, onlar aralandılar, o vaxtacan bu ixtiyar var. وَكَانَ جَمِيعًا. Yəni bir yerdədir, bir məclisdə. İndi o məclis ixtiyarı barədə geniş bir sonra danışılacaq. Lakin bu hədisi İmam Buxari və Müslim rivayət edib və müəlliflərin gətirməyin səbəbi bu hədisi, yəni göstərdilər ki, bu halaldır. Çünki Peyğəmbər sallallahu əleyhi və səlləm dedi ki, iki dənə kişi bir-birindən alğı-satqı edə bilər. Deməli, bu bir dəlil. Quran, ikinci dəlil sünnə və əcməl muslimun alə cəvazil bey fil cümlə və həmçə icma. İcma da dəlillərdəndir şəriətdə. Deyir, yəni müsəlmanlar ümumən icma ediblər, yəni yetkin rəydədirlər ki, ümumən alğı-satqı şəriətdə icazəlidir. Ümumən alğı-satqı şəriətdə icazəlidir. Və hacətun nasi da'iyyətun ilə vücudihi. Və həmçinin məntiq də onu sübut edir ki, ticarət, alğı-satqı caizdir. Nəyə görə? Çünki insanların ona ehtiyacı var. Belə ölkə, belə şəhər demək olur ki, yoxdur ki, orada insanlar alğı-satqı eləməslər. Tarix boyu, nəinki indi. Lənnəl insənə, niyə görə? Lənnəl insənə yəhtəcu ilə mə fi yədi qeyrihi və tətəalləqu bihi məsləhətuhu. Niyə görə? Çünki insan hər şey sahibi ola bilməz. Bəzi şeylər onda var, bəzi şeylər isə o birisi insanda var. O birisi insanda olan şeylərə məndə hərdən ehtiyacım var. Məsələn, mən dana saxlamıram. Məndə dana yoxdur. Amma südə ehtiyacım var. Məndə yoxdur, başqa adamda var. وَلَا وَسِيَّةَ لَهُ إِلَى الْوُصُولِ إِلَيْهِ وَتَحْصِيلِهِ بِطَرِيقَةٍ صَحِيحٍ إِلَّا بِالْبَيْءِ. Mən onun o mülkünə sahib çıxa bilmərəm. Alğı-satqı olmasa. Necə gəlib onu oğramayacaq ki, malını. Aydındır. Halal olmaq üçün o mal mənim üçün. Mən ondan alınmamalı. Almaq üçün də mən gərək onun müqabilində mal verim, ya pul, ya nəsə, onu da götürüm. Faqtadatil hikmətu cəvazəhu və məşru'iyyətəhu lil-fusuli iləl-qaradil məxzul. Ona görə hətta məntiq, hikmət, ağıl onu göstərir ki, ticarət halal olmalıdır. Alğı-satqı halal olmalıdır ki, insanlar belə bir-birinə mənfəət versinlər. Değişdirsinlər bir-birindən əllərində olan malları və beləliklə öz ehtiyaclarını yəni ödəsinlər. Bu birinci məsələ idi.